إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أما بعد. Əziz, möhtərəm müsəlman qardaşlarım, İlk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına baxdıqda görürük ki, Allah Taala ona bu dini nəsib etdikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanları bir yerə yığdı və onları qardaş elədi. Çünki Allah Taalanın bərəkəti, Allah Taalanın rəhməti məhz müsəlmanların birliyi üzərində qurulub. Ona görə müsəlmanlar nə qədər ki bir olacaqlar, nə qədər ki qardaş olacaqlar, Allahın bərəkəti, Allahın rəhməti onların üzərində olacaq. Yox, nə qədər ki müsəlmanlar parçalanacaqlar, nə qədər ki müsəlmanlar dağılacaqlar, Allah Taala bərəkəti onların üzərindən qaldıracaq. Baxın, Allah Taala Qurani-Kərimdə müsəlmanların halını necə buyurur? Buyurur ki, İnnəməl mu'minuna ixvan. Həqiqətən də möminlər qardaşdırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədiniyə gəldikdə ilk etdiyi əməllərdən biri müsəlmanları biri-biri ilə qardaş eləmək olur. Və baxın sahabələrin həyatına. Sahabələr biri-birinə qarşı necə qardaş olublar? Onlar hətta özünün ehtiyacı olsa belə onu müsəlman qardaşına verirdilər. Ona görə görürsən ki, Allah Taala onları bizə ibrətli bir şəxslər elədi. Bu günlərin biz onlardan ibrət alırıq. Nəyə görə? Çünki onlar düşünmədən özlərinin ehtiyacı olsa belə həmin şeyi qardaşlarına verərdilər. Çünki onların qardaşlığı həqiqi qardaş idi. Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanları vəsf edərkən buyurur ki, Əl-muslimunə kəl-bunyan. Müsəlman, möminlər bir bina kimidirlər. Binada daş biri-birinə qarşı necə keçirsə, müsəlman elə olmalıdır. Əvs və Xəzrəc qəbilələri illər boyu düşmən olublar. Ancaq Peyğəmbər sallallahu aleyhi və səlləm Mədiniyə gəldikdə onları qardaş eləyir. Və onlar biri-biri üçün canlarından keçirdilər. Ona görə müsəlman qardaşlığı həqiqi olaraq yaşamalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinə fikir verdikdə görərik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qardaşlıqdan çox həmişə bizə qardaşlığı qorumağı tövsiyə edib. Ki, biz qardaşlığı qoruyaq. Görürsən, müsəlmanlar biri-birini tanımırdılar. Meçidə gəlməyə başlayırlar, biri-biri ilə qardaş olurlar, çox yaxın qardaş olurlar. Ancaq illər keçdikdən sonra görürsən ki, biri-birindən soyuyurlar. Qardaşlıq itir. Biz bu qardaşlığı qoruya bilmirik. Müsəlman çalışmalıdır ki, qardaşlığı qorusun. Qardaşlığın qədrini bilsin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, biri-birinizə nifrət eləməyin. Biri-birinizə həsəd aparmayın. Biri-birinizə arxa çevirməyin. Bu söhbəti nəyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyib? Bu hədisi nəyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir? Ona görə deyir ki, biz qardaşlığı qoruyaq. Bu cürə səbəblər qardaşlığı aradan qaldırır. Biri-birinə qarşı nifrətdir, kin-küdurətdir, qeybətdir və s. Peyğəmbər sallallahu aleyhi və səlləm bu cürə hərəkətləri, bu cürə günahları bizə qadağan edir ki, bizim qardaşlığımız qalsın. Ayəyə fikir verin, Allah Taala buyurur ki, İnnəməl mu'minunə ixva. Bir də ayə. Həqiqətən möminlər qardaşdırlar. Ayə bitdi. Ancaq ondan sonra 3 dənə ayə gəlir. 3 ayə qardaşlığı qorumaq barədə. Bir ayə qardaş olmaq barədə gəlir. 3 ayə qardaşlığı qorumaq barədə gəlir. Ona görə baxırsan ki, dünən qardaş idik, bugün düşmənik. Nəyə görə? Qardaşlığımız itir. Çünki bizim qardaş olmağımızı nə şeytan istəyir, nə də İslamın düşmənləri istəyir.
Onlar yaxşı bilirlər ki, biz qardaş olsaq, Allah Taala rəhməti, bərəkəti, izzəti bizə göndərəcək. Yox, bizim qardaşlığımız pozulsa, o şeylərin hamısı bizdən qalxacaq. Ona görə İslam düşmənləri neynədilər? İslamı parçalamaq üçün qardaşlığı aradan götürməyə çalışdılar. Fitnə fəsad törətdilər. Və baxın, Osman radiyallahu anhın ölümü ilə nəticələnir və ondan sonra da müsəlmanları bir yerə yığmaq demək olar ki, çətin olur. Ancaq ona qədər nə olur? Müsəlmanlar canınla da keçirdi qardaşı üçün, malını da keçirdi qardaşı üçün. Baxın, Əbu-Bakır radiyallahu anhuya ən imkanlı şəxslərdən olub İslamı qəbul eləyəndə. Ancaq o görürdü ki, onun qardaşı Bilal əziyyət çəkir. Qul idi. Ağası ona əziyyət verir İslama görə. O malından keçirdi ki, qardaşını azad eləsin. Qardaşı rahat Rəbbinə ibadət eləsin. Düşünmürdü. Qardaşlığına önəm verirdilər. Qardaşlığı qoruyurdular. Kəb radiyallahu anh ilə sahabə arasında məsciddə ixtilaf düşür. Kəb ondan borcunu istəyir, o da gecikdirib verə bilmir. Peyğəmbər sallallahu aleyhi və səlləm evində bunların mübahisəsini eşidir. Və çıxır, deyir ki, ey Kəb, borcunun yarısını qardaşıma keç. Kəb tərəddüd eləmədən deyir ki, ya Rasulallah, keçdim. Yəni, bunlar qardaşlığı bu cürə qoruyurdular. Ancaq bizim halımıza baxın, bu günlərin iki qardaş məscidə gəlir, biri-birinə salam vermirlər. İki qardaş gəlir namazda durur, ancaq elə eləyirlər ki, elə biri-birini görməyiblər. Subhanallah. Biz bir səhvdə dururuqsa, bir Rəbbə ibadət eləyiriksə, biz qardaşıq. Allah Taala bizi qardaş eləyib. Bu qardaşlığı qorumaq lazımdır. Peyğəmbər sallallahu aleyhi və səlləm nəyə görə bizə qardaşlarla oturub durmağı əmr eləyib? Çünki bərəkəti onlara da göndərib. Buyurur ki, ətir satanla körük vuran məsələ bənzəyir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə. Yaxşı dostla pis dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Yaxşı dost elədir ki, ətir satana bənzədir Peyğəmbər sallallahu aleyhi və səlləm onu. Sən ətir satan yanına getsən, ətir almasan belə, dükandakı olan ətirlərin qoxusu sənin üzərinə gələcək. Yəni, yaxşı dost da belədir. Sən yaxşı dostla olduqda, istər-istəməz onda olan xeyirdən sənə dəyəcək. Ancaq pis dost necədir? Körük vurana bənzədir Peyğəmbər sallallahu aleyhi və səlləm. Sən körük vuranın yanına getsən, o odla iş gördükdə sən ona kömək eləməsən belə, od sənin paltarına çıxıb sənə ziyan verə bilər və verəcəkdir. Və yaxud da his iyi sənin üzərinə qopacaq. Qopacaq. Yəni, ondan sənə istəməsən də zərər dəyəcək. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm məhz biz müsəlmanlara qardaşlarla oturub durmağı tövsiyə edib. Qardaşlarla bir olmağı tövsiyə edib. Bu qardaşlığı qorumağı tövsiyə edib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 7 sinif insan var ki, qiyamət günü Allahın kölgəsi altında olacaq. Hansı ki, heç bir kölgə olmayacaq və Allahın yaratdığı kölgənin altında olacaq 7 sinif insan. Onlardan da biri nədir? Bir insan, iki müsəlman biri-birini Allah üçün sevib, Allah üçün ayrılıb, Allah üçün də görüşürlər. Yəni, onların qardaşlığı davamlı idi. Axıra qədər qardaşlıqları gedib. Ona görə də görüşəndə də Allah üçün görüşürlər, ayrılanda da. Və onlar Allahın yaratdığı kölgənin altında istirahət eləyəcəklər. İnsanlar əzab çəkdiyi vaxt. Biz də əgər müsəlman qardaşı Allah üçün sevsək, heç bir başqa məqsədlər üçün yox, Allah üçün sevsək və qardaşımızda olan xətaları Allah üçün düzəltməyə çalışsaq, nəfsimizə görə yox, və qardaşda olan xətalara görə sevinməsək, qardaşlığımızı qorusaq, biz də həmin kölgənin altında ola bilərik. Ancaq bu günlərim tam əksidir. Qardaş xəta eləyir, biz sevinirik. Niyə? Onun eybini tapdım, yayım insanlar arasında gözdən düşsün. Subhanallah, Peyğəmbər sallallahu aleyhi və səlləm əksinə buyurur ki,
müsəlmanın eybini gizlədərsə, Allah Taala da onun eybini gizlədər. Kim ki müsəlmanın eybini açarsa, o evinin dərinliyində də olsa Allah Taala onun eybini açar. Amma bizdə tam tərsinədir. Biz eybi gizlətməyə çalışmırıq. Qardaşı islah eləməyə çalışmırıq. Fürsətdir, vuraq qardaş yıxılsın. Niyə? Axı o sənin din qardaşındır. Axı o sənin Rəbbinə ibadət elədiyi üçün Allah Taala sizi bir qardaş eləyib. Baxmayaraq ki, qanlarımız fərqlidir. Ata-ana ayrıdır. Biz bu qardaşlığı qorumalıyıq. Peyğəmbər sallallahu əleyhi və səlləm nəyə görə buyurur ki, əgər sizlərdən biriniz qardaşını sevirsə, gedib ona sevdiyini bildirsin. İzhar eləsin, açığa çıxartsın qardaşı sevdiyini. Ki, qardaş da bilsin ki, həmin o qardaş onu sevir, həqiqətən sevir və qardaşlığı qorumağa çalışsınlar. Amma biz əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin yolundan aralı düşsək, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurduğu kimi hərəkət eləməsək, nəfsimizə görə hərəkət eləsək, vallahi ki, qardaşlıq bizdən qalxacaq. Bu neməti biz itirəcəyik. Necə ki, itirə-itirə gedirik. İtirəndə biz tək qardaşı itirmirik. İtirəndə biz Allahın rəhmətini də, Allahın bərəkətini də, Allahın izzətini də bizdən qalxdığını hiss eləyirik. Və bunun dəfələrlə şahidi olmuşuq, hamımız. Meçid bağlananda, meçid bağlanmamışdan qabaq nə oldu? Qardaşlıq etdi. Axırda nəticələndi, meçid əlimizdən çıxdı, bağlandı. Bu cürə misallar hamımızın başına gəlib çoxdur. Səbəb qardaşlığın itməsi. Düzdür, səbəblər çoxdur. Biz ancaq bu günlərin biri haqqında danışırıq, qardaşlığın itməsi. Biz əgər həqiqətən də qardaşımızı Allah üçün sevsək və qardaşlarımızı Allah üçün, qardaşlığımızı Allah üçün qorusaq, həqiqətən iman şirinliyini dadmış oluruq. Yəni, imanın özünün həqiqətən də şirinliyi var. Bal kimi şirinliyi var. Ancaq onu hər adam dada bilmir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur, 3 şəxs imanın şirinliyini dadar. Allah və elçisini hamıdan çox istəsin. Allah və onun elçisi Peyğəmbər sallallahu aleyhi və səlləmi hamıdan çox istəməlidir. Vallahi, onda həqiqi bu dinin mahiyyətini dərk edirsən, onda imanın şirinliyini dadmış olursan. Ona görə də məhz sahabələri öldürmək istədikdə, seçim verdikdə tərəddüd edəmədən Allahın dinini seçirdilər. Nəyə görə? Çünki onlar bu imanın şirinliyini dadırdılar. Necə ki, sahabəni sarımxa çəkmək istədikdə nə deyirlər? Deyirlər, istəyərsən sənin yerinə Muhammed olsun, sən evində ailənlə kef eləyəsən. Deyir, vallahi mən razı olmaram ki, mən deyir, ailəmlə kef eləyim, Peyğəmbər sallallahu aleyhi və səlləmin ayağına tikan batsın. Ölümünə razı olur. Çünki həqiqi sevgi var idi aralarında. Və yaxud da sahabə əsir düşəndə Ömər ibn Xattabın vaxtında Rumlar neynirlər? Dinindən döndürmək istəyirlər ona. Deyirlər, xristiyan ol, sənə vəzifə verək, sarayda qal. Deyir, yox, mən razı olmaram. Deyirlər, onda səni öldürəcəyik. Deyir, öldürün. Bağlayırlar taxtaya. Oxçulara deyir ki, vurun onu, amma elə vurun ki, dəyməsin. Ya ayağın ortasından, ya əlin altından. Qorxsun. Vururlar, dəymədi. Qayıdır, deyir ki, bu dəfə ölmədin. Bəlkə dönəsən, İslam dinindən dönəsən, xristianlığı qəbul eləyəsən. Deyir, yox. Vallahi ki, dönmərəm. Görürlər ki, öldürə bilmirlər. Deyir ki, böyük bir qazan gətirin, içinə yağla doldurun. 2 dənə müsəlmanı gətirib tullayırlar. Deyirlər, sən dindən dönməsən, səni də o cür eləyəcək. Yağın içində tullayıb yandıracaq. Deyir, yandırın. Gətirirlər tullamağa, sahabə ağlayır. Deyirlər, hə, qorxdu. Aparırlar Rumların böyüyün yanına. Deyir, hə, dindən dönürsən və ağladın. Deyir, yox, mən ona görə ağlamadım. Mən sevinirəm əksinə ki, qardaşlarımla qovuşacağam.
Məndən qabaq 2 ölən qardaşımla qovuşacağam. Əksinə mən ona sevinirəm və mən ağladım ki, kaş mənim 70 dənə canım olardı. Məni Allah üçün siz hər dəfə belə yandırardınız. Mən ona görür ki, bununla bacarmır. Deyir, mənim alnımı öpsən azad eləyirəm. Rumların böyüyü. Yəni səhabənin hərəkətinə baxın. Deyir, mənim alnımı öp, səni azad eləyirəm, çıx get. Deyir, yox, razı deyiləm. Sənin alnını o şərtlə öpərəm ki, mənim qardaşlarım olan bütün əsirləri buraxasan. Ondan sonra qayıdır deyir ki, razıyam. Alnını öpür, gəlir, əsirləri götürür Ömər ibn Xəttabın yanına gəlir. Ömər ibn Xəttab xəbər çatır. Ömər düşür, gəlir özü onun alnından öpür. Deyir ki, hər bir müsəlmanın borcudur ki, onun alnından öpsün. Qardaşlıq belə olar. Həm qardaşlarını xilas elədi, fikir verdi hekayəyə. Həmçinin neynədi? İmanın şirinliyini dadmışdı. İmanın şirinliyi. Allah və Rasulullah hər şeydən uzaq durdu. Ölümü belə heç sayıldı. Və imanın şirinliyi həqiqətən də dadırdılar. İkincisi, buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir nəfəri Allah üçün sevmək. Yəni, sən tanımırsan, sənin ondan heç bir asılacağın yoxdur. Nə maddi, nə mənəvi. Mənəvi din, indi onu qoyuruq qıra. Maddi heç bir asılacağın yoxdur. Amma sən müsəlman qardaşını Allah üçün sevirsən. Onda vallahi imanın şirinliyini dadarsan. Qan bağın yoxdur. Maddi umacağın yoxdur. Ancaq məscidə gəlirsən, Allah üçün qardaşı görüb qucaqlayırsan, sevinirsən, bu həqiqi olan sevgidir. Və bizim borcumuz olan, boynumuzda olan biz bu sevgini qorumalıyıq. Bu sevgini itirməməliyik. Üçüncüsü isə buyurur ki, küfrə qayıtmağı cəhənnəmə düşəcəyi kimi nifrət eləməlidir. Yəni, bu İslamın ləzzətini dadmalıdır ki, küfrə qayıtmaq istəməsin. O keçmiş pis günlərinə qayıtmaq istəməsin. Bəzi insanlar görsün, gəlirsən, oturur, cahillikdə olan elədiyi əməlləri danışır və bunu günahları fəxrlə danışır. Sən imanın şirinliyini dada bilmərsən. Çünki sən tam da Allah Taala'nın istədiyi iman dərəcəsində deyilsən. İmanı dadmamısan. Əgər sən imanı həqiqi olaraq dadsan, o keçmişinlə fəxr eləmərsən. Əksinə keçmişinlə utanarsan. Bugün görürsən ki, tam əksini biz yaşayırıq. Ona görə biz müsəlmanlar Allahın bizə bəxş elədiyi bu İslam nemətini, bu qardaşlıq nemətini qorumalıyıq. Əlhəmdülillah, hamımız İslamdayıq. Deməməliyik ki, Allah Taala bizə bu İslamı verib, bu bizə kifayət eləyir. Yox, İslamla yanaşı bizə qardaşlığı verdi. Bizə həqiqi qardaşlığı verdi. Bizə qardaş olmağı nəsib elədi. Ancaq bizim boynumuzda olan, biz bu qardaşlığı qorumalıyıq. Biz bu qardaşlığı qorumasaq, vallahi ki, Allah Taala bizdən xeyri, rəhməti, bərəkəti götürəcək. Ancaq bu qardaşlığı qorumaq üçün müəyyən səbəblər var və səbəblər də həddindən artıq çoxdur. Hər bir müsəlman bu səbəbləri bilməlidir, xırdalı böyüklü və çalışmalıdır ki, o səbəblərə əməl eləsin ki, həqiqi qardaşlığı qoruya bilsinlər. O hansı ki, sahabələrin vaxtında bizdən qabaqki xeyirli dövrlərdə olan qardaşlıq var idisə, biz də həmən qardaşlığı yaşadaq. Sahabələr, bayaq dediyimiz kimi, qardaşları üçün canlarından keçərdilər. Özü yeməyə heç nə tapmırdı, ancaq qardaşın özünün yeməyini qardaşına verirdi. Və Allah Taala onlar barədə ayə nazil etdirirdi ki, "Yusirun anfusahum və lev kana bihim xasasa." Ehtiyacı olsalar belə onu qardaşlarına sərf eləyərdilər, verərdilər. Biz həmin qardaşlığı yaşamalıyıq. Bizdə bu günlərin məsciddə olan müsəlmanlar arasında ən böyük problem biz qardaşlığımızı qoruya bilmirik. Ona görə inşallah biz ardıcıl olaraq neçə dərslər götürəcəyik. Hansı səbəblər var ki, biz bu səbəblərə riayət eləsək,
həqiqi qardaşlığımızı qoruya bilərik. Həmçinin bu səbəblər elə bir səbəblərdir ki, həqiqətən hər bir müsəlmanda tələb olunan səbəblərdir. Yəni o səbəblərin hamısı o hansı ki növlər var, o növlər hər bir müsəlmanda olmalıdır. Xüsusən də qardaşlığa qarşı, qardaşlara qarşı. Və biz ona əməl elədiyimiz müddətdəcə güclüyük. Biz ona əməl elədiksə, biz qardaşlığımızı qoruyacağıq. Və Allah Taala'dan istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin. Və sallallahu əleyhi və Muhammed və alə alihi və səhbihi əcmaîn.